Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizin xoş gördüyüm. Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bu günler 11 Aprel 2025-ci il. Bərdə mal bazarında. Özel bir video rolik hazırlayacağıq, bakarsınız. Ağsaqqalın bax belə eşək bir nəyi var. Gördüğünüz gibi. Sütü 10 litir. Ne sənci qarındı bu? Üçüncü qarın. Balası nədir? Balası dişidir, onu erkek. Bunun balası dişidir, bu birisinin balası erkekdir. Qiyməti nədir? Kıymeti 28'e bu dere benim 27'ye. 2800 lira. Bunu deyirsiniz. 27 yıla 10. Bu ne sənci qarındır? Şimdi karı. İkinci. Sütü nə qədər? 8 litre. 8. Balası da erkek ha? Karı. Balası da erkek. Ünvanımız Bərdə rayonu Gələnə kəndi. Bərdə rayonu Gələnə kəndi. YouTube kanallarımıza abone olup like vermeyi de unutmayın. Çekek de güzel video çekek sizler için. Bakın. Kardeşim o böyle bir neyi var. Gördüğünüz gibi. Balası da erkektir. Ne sarıqdır bunun balası? 3 ay yandı. 3 ay yandı. Yəqin ki yenidən hörünü alar. Hə, üzüm 2 ay. 2 aydır. Sütü nə qədər zaten? Bir dəqiqə 15-16 litr. 15 litre. Neçənci qarın? 64-cü balası. 4-cü bala. Qiyməti nədir? Qiyməti 4000-ə deyir. 4000 manat. Güzel. Güzel. Ünvan hara? Bunlar alçadır, Bərdərə. Bərdə rayon Alaçatır kəndi. Allah xeyirli bazar versin. Kardeşim o böyle bir neyi var. Gördüğünüz gibi. Bunun balası dişi. Bismillah. Bu neçənci qarında atam? Hazır. 3. Sütü nə qədərdir? Sütü. Sütü axşam səhər bir dəqiqə 20 litr. 3 məmədən 4. 20 litre. Mənəz. Hardan da gətirsən bunu? Hardan da gətirsən? Bərdədə. Qiyməti nədir? Qiyməti 4000 manat. Allah xeyirli bazar versin. Kardeşim o böyle bir neyi var. Gördüğünüz gibi maşallah olsun. Oradan da güzeldi. Güzelliğine bak. Beraber ki. Bala onunkidir. Ha, erkəkdir balası. Neçə günlükdür balası atam? Gündən 5 gün. 5 gündür. Onda hələ bulama olar. Bulamadı hər şey. Nə qədər bulama olur? 1 litr. Üçündən. Qiyməti nədir bu? 3000. O anki qarada sizindir. Bu neçənci qarındır? Bunun ikinci balasıdır. Üçüncü də olsa ikinci. Bu üçüncüdür, bu ikinci. Bunun sütü nə qədərdir? 7 litr çəmçən. Sütlü bulama. Yox, süt. Süt. Qurot. Göyə çıxsa bir onu verə. Göyə çıxsa. Verər, at verər. Bunun qiyməti nədir bə? 27-yə. 2700-ə. Balası nədir onun? Dişi. Qabaqdakı. Ala bu neçənci qarında? Ha? Biri üçüncü qarındı, biri ikinci qarındı. Bu üçüncü qarındı. İki üçün
İkinci qarındır. Allah xeyirli bazarını versin. Belə bir körpəlisi var, amma yiyəsi yoxdur kimdirsə. Belə bir körpəli camış var. Yiyəsi yoxdur. Gedək o bir tərəfdə çəkək. Qardaşım o belə bir camışı var. Balası da körpə. Vay qaqaş. Bunun balası neçə günlükdür? Balası neçə... Nə qədər sütü var bunun? 5 litr təmiz. Baladan başqa 5 litr. 5 litr sütü var. Neçənci qarındır? 4-cü baladır. 4-cü. Qiyməti nədir bə? Qiyməti 3200 manat. 3200 manat. Hara malıdır? Ləmbərən kəndi, Bərdar Ağanın Ləmbərən. Buradan Ləmbərəndəki izləyicilərimizə salamlayırıq. Nasıl ev aldın? Allah xeyirli bazar versin. Bir də dəyərli izləyicilərimiz bir elan nəzərinizə çatdırım sizin. Öz daşı alırıq. Deməli malın ki alırıq 150-170 arası. Qoyunun 20 ilə 25 arası. Malın ödündən çıxan daşı. Əlaqə saxlayın bizlə birbaşa ən yüksək qiymətlərlə alırıq. Nizamət. Sen canı paha dedin. Hansı bölgəmizdən zəng eləsəniz problemi yoxdur. Öz daşı ilə bağlı. WhatsApp'da yazarsınız bizə. Biz sizə cavab verəcəyik. Qardaşım o belə danaları var. Yəqin ki bura qədər bir qiyməti, buradan belə bir qiyməti, ha? Yəni işte buradan bəri. Neçədir bunların qiyməti? Hansılar? Deyək bax, üzbəri. Bunlar 13 yarımlandı. Bunlar da 14 yarım. Bunlar neçə aylıqdır təxmin? Bunlar da 9 aylıq, 8 aylıq. Alıcılıq nətərdir bazarda? Ağzı bana hələ ki belə Zəif. zəifçilik. Allah xeyirli bazar versin. Sağ ol, sağ ol. Bugün Bərdə bazarı. Çəkək baxın hələ. Elsəvər də çəkər orada. O göy koftarlı var, onun da əlində yaxşı mallar var. Qarın. Salam əleykum. Salam verin. Canlıdasan, elə o... Yox, YouTube'a çəkin. Hə, YouTube'da canlıdasan. Şey versin. Çıxış elə bir... Abi sabahı xeyir. Salam oğlan. Qaqa bunların qiyməti neçə iləndir? Bunlar 12 yarımlar. Bunlar neçə aylıqdır? Gel Mehmet'e geçiyor. Yadındadır. Ha. 8 aylık. Erkəkdir ha bunların hamısı. Erkek. Tamam. Malış. 12 dedin ha bunları. 12 yarım. 12 yarım. Mən də 10 üstünə buraxdım bunu. Yok ben açarım benim olasarım bana. Nasıl ya? Neçə deyirsən bu danaların? Hansını verdi? De bax bunu. Bunu 15'e değil. Və o Bunu 16'ya. Bunu da 15'e değil. ümumiyyətlə alıcılıq nətərdir? Ağzılık ben. Yine sen diyen normal değil. Zəifçilikdir ha? Ağzılık üniversite demiyorlar. Ağzılık. Allah xeyirli bazar versin. Çok sağ ol benim. Çok sağ ol. Teşekkür ederim. Qardaşım o belə kişi. Danalar var. Ben 11 değilim. Bazarınız olsun. Kişidirlər bunlar hamısı. Hamısı kişidir. Bunlar. Git gide pazar sonuna gidiyor. Yerine
Qaqam neçə iləndir atam? Ha? 950 manat. Çəkəcək baxın hamısını. Kişidir ha hamısı. Neçə iləndir qaqam bunların qiyməti? Ha? 1100 manatla. Neçə aylıqdır bu danalar? 7-8 aylık mallar. Bunlar bordağa yaxşıdır yoxsa Orada da yarıya sonra da yaralı. bu neçə deyirsən? Bunu da 9'a. O birlər də səndir? Onlar səndir. Böyle bir şey çıkıyor. Geçelim mi? Arada 4'ünü 5'ini bu adam öyle bu işe. O danalar neçə deyirsən? Erkəkli dişi. Allah xeyirli bazarını versin. Bu erkek danalar neçə iləndir? Salam aleyküm. 1770 lira. Güzel. Sort qəşəng boza qulaqlar, buzorlarımız gəlib, danaçalar gəlib. İnşallah videomuzda yerləşdirəcəyik, baxarsınız. Bunlar dişidirlər. Onların qiyməti 18 nə? 1800 lira. Bazar olsun. Neçə iləndir bunların qiyməti? 1700 lira. Bazar olsun. Neçə iləndir bunların qiyməti? 1400 lira. Abi hardasan? Ben Fuad'ın yanındayım ay abi. Ətlik də çəkəcəyik, baxarsınız. Alo. Ha.
Bazar olsun güzel oğlan. Verərəm 15. İlçəlim 15-20. Bunlar neçədir kömüsü üstə? 15 yarım. 1550 ilə. Dördün götür, 4 tane elə. Ha? Allah xeyirli bazar versin. Neçə iləndir belə kömüsü üstə? 1250 ilə. Yeri varsa verir para. Kardeş tanı çöreğim var. Çöreğim. Yəqin ki alınıb bunlar. Bazar olsun. Neçə iləndir bunlar? Topa 14.70. 1470 ilə. Aşağı yeri. Yəqin ki 120 manat aşağı olar da. Biraz da çıkar. Allah xeyirli bazar versin. Alıcılıq nətədir vəbşi bazar? Zayıf. Mal hələ soruşsan yoxdur bu cür mallar. Bunlar neçə aylıqdan olardı təxminən? 5 aylık da var içinde, 8 aylık da ne var içinde. 6-7 aylık danalar da süsler. Hara heyvan da Masallı. Masallı. Buradan Masallıdakı izləyicilərimizə salamlayıram. Allah hər birinin canını sağ eləsin. Allah hər birinin bazarını versin. Ama oğlu bizimdir, gel içeriden bak. Salam aleyküm. Qaqa neçə iləndir bunların qiyməti? 13.70. Bunlar hava heyvandır. Buradan Füzuldakı izləyicilərimizə salamlayıram. Onun silmiyle de çok önemli. 1320 ilə. Bax belə dənə neçəyə? Bax məsəl üçün bax bu. Ha? Bax bu tək 16-ya. Yəni xırdalı böyüklü 1320 ilə. Neçə dənə heyvandır? 27. 27. Ya o içinde, o çölde var bir tane. O da var. O yavalı ürünü çıkartıyor. Şuruqluq elədiyini çıxartmısan sonra. Ondan 28. Allah xeyirli bazar versin. Hakem son malı vermiş ha. Ne onun içinde 28 tane hayvan. 12'ye mal görsen burada. Çəkəcəyik, baxın.
Bax belə danalar bordağa gedən. Bunlar tam startda dayanmış mallardır, dəyərli izləyicilərimiz. Hal-hazırda qapandan 8-20-yə deyirik. Kom götürən olsa 29 baş heyvandır. Razılaşma yeri var. Deməli dəyərli izləyicilərimiz, bir elanla nəzərinizə çatdırım. Öd daşı alıram. Malın öd daşı. Kim də varsa bizlə əlaqə saxlasın birbaşa. 150 manatdan 170 manat malın içində dəyişir qiymətlər. Qoyun da 20 ilə 25 arasında. Nömrəmiz var səhifədə. Birbaşa yəni əlaqə saxlayın. Bölgəsindən asılı olmayaraq videosunu şəklini atın. Qramını, 1 qramını 150 ilə 170 arasında maldır. 20-25 ilə də qoyun arasında dəyişir. Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Deməli, bax belə bozaq qulaqlar. Bax, bozaq qulaqdır, simentaldır. Sonra iki dənə anguslu, 3 dənə. 4 dənə bozaq qulaqlar. Hal-hazırda heyvanlarımız yeni gəlib. Bunların qiyməti neçədir aşağıdan yuxarı? 7'den başlayıb 100.000-100'ə kimi. 1100'ə qədər. Anguslardakı ayrıdır da. Angustu baxın. Bu angustu. Malı tarihini nə qabala malı lazım. Ya verim o anguslara. 700'dən 1100'ə qədər anguslar amma ayrıdır. Anguslar hadisə 1200'ə zala verir. O simentalı neçə deyirsən? Nə satmışam? Satmışsan? Ha. Buradan deməyim. Və o qırmızı angusu neçə deyirsən? 10 veririm 1000 manat. Erkəkdir ha? Ya oradan qama tökülə 2 şey. Hadi. Qama tökülə 3. Əlaqə nömrəsinə əlaqə saxlayın 05571 71 57 WhatsApp-a yazın. Heyvanlar yeni gəlibdir. Perdeden bakalım da öyle teknik varsa. Ağzına. Böyle sonra çıkmam. Pazarın olduğu çıkışı var. Girişi çıkışı. Oyun pazarının yanında birinci kapı. 15 dənə buzoy qalır. Gözəl. Hayır. Salam qardaşlar, bizim bir dənə belə malımız doğubdur. 13, 14, 15 litr süd verir. Erkək balayla satırıq. Kimə lazımsa əlaqə saxlasın. Səhifədə nömrəmiz var. Qiyməti 4500-dür. Kimə lazımdır əlaqə saxlasın. 15 litrə kimi süd verir gün ərzində.
Erkek de balası var.